Pəncərə filmində çox da diqqət etmədiyimiz möhtəşəm bir mahnımız var. Gəlin dinləyək. Ne yaxşı yerdir. Keçin oturun. Bəri gələ. Bu mahnı filmin bütün hekayəsi ilə uyğunluq təşkil edir. Bəstəkarı Mobil Babayev olan mahnının sözləri bayatlılarımızdan götürülüb. Birinci bəndin sonunda ağlama xumar gözlüm, ya ülləm ya da gəlləm deyir. Nəqarət hissəsi isə film üçün niyə mahnının bəstələndiyini ortaya qoyur. Qorxma, səni də onda apararım. Qayna lazımdır. Sigaret var? Var. Hansındandır? Malbora 25 manat. Bizi pulla qorxudursan. Get bir blok gətir gəl. Yaxşı. Bir blok Malbora. Bu sözlərlə internetdə yaşayan uşaqların hekayəsini də dilə gətirmiş olurlar. Filmdə onların da gözlərinin yolda qalması dəqiq göstərilir. Arada danışıqlar olduğu üçün mahnının gözəlliyini tam duymaq olmur. Kaş ayrıca da ifa ediləydi. Bu arada əsərin ifaçısını mən bilmirdim. Amma ötən il Mobil Babayevin həyat yoldaşı Nailə xanım bizə yazıb bildirdi ki, ifaçı Rauf Əsədov adlı gənc imiş. Təəssüf ki, həmin ifaçı barədə məlumat tapa bilmədik. Bilənlər rəydə yazsın. Mobil Babayevin isə ruhu şad olsun.